yolumuz Şamaxının qoca dağlarının qoynunda yerləşən, tarixlə, mərifətlə yoğrulmuş bir məkana, Çuxuryurd kəndinədir. Səbəb isə çox dəyərlidir. Bu torpağın ağsaqqalı, kəndin fəxri, mərhəmətli həkim, nüfuzlu, ziyalı Hacı Əzizxan kişinin doğum günüdür. Bu yol təkcə bir kəndə yox, bir ömür tarixçəsinə aparır bizi. Bu yol minlərlə insana şəfa vermiş əllərə, yüzlərlə evə dua aparmış sözlərə və nəhayət xalqın hörmətini qazanmış bir insanın qapısına çıxarır. Bugün Çuxuryurdun səmaları fərqli bir nura bürünüb. Çünki kəndin özü də bilir, onun sadə, amma böyük qəlbli bir oğlunun yubiley günüdür və biz bu yola yalnız təbriklərlə deyil, həm də hörmətlə, minnətlə və xoş dua ilə çıxmışıq. Yolumuz açıq, niyyətimiz gözəl, sözümüz könüldəndir. Çox dəyərli bir insanın, kəndin ağsaqqalı, mərhəmətli cərrah həkim, xeyirxah və imanlı şəxsiyyət Hacı Əzizxan kişinin 65 illik ömür yubileyi qeyd olunur. 65 il bu sadəcə bir rəqəm deyil. Bu, şəfa verməklə keçən ömür, dua ilə açılan yollar, qəlblərdə iz qoyan sözlər və minlərlə insana dəymiş xeyir deməkdir. Hacı Əzizxan kişi təkcə bıçaqla əməliyyat edən bir cərrah deyil, o həm də ürəkləri sağaldan bir insan, kəndin sözü keçən, məsləhəti dinlənilən ağsaqqalı, dar gündə əl uzadan bir dayaqdır. Onun yanında olan hər kəs bilir ki, o əvvəlcə insanın halını soruşar, sonra xəstəliyini. Yaxşılıq etmək onun həyat tərzidir. Bir çox ailənin sevincində, bir çox övladların sağalmasında, bir çox insanın sabaha ümidlə baxmasında onun adı, onun əlləri, onun duası var. Hacıya can sağlığı, ruzi bərəkət və həmişə bu ucalıqda qalmağı arzulayırıq. Allah sizə uzun ömür, könül rahatlığı, evinizə səadət, evladlarınıza daim fəxr yaşatsın. Siz bu kəndin fəxrisiz, siz bu xalqın doğma hacısı, bu torpağın ağsaqqalı, aydın qəlbli, əsil oğulsunuz. Ad gün münasibəti ilə onu ilk olaraq kəndin tanınmış ağsaqqalları, ictimai xadimlər, həmkarları və yaxın dostları səmimi qəlbdən təbrik ediblər. Mən bir ağsaqqal insan olaraq, Şamaxı rayonunun ağsaqqalı olaraq, Hacı Əzizxana uzun ömür, can sağlığı, gələcək işlərində müvəqqətlər arzu edirəm. Allah ölkəmizi əmin-amanlıq eləsin, işimiz aband olsun. Bizim əzizimiz, gözəl insan, Şirvanın fəxri, gözəl həkim, gözəl politoloq, gözəl xeyriyyəti, gözəl insan olan Hacı Əzizxanın 65 illik yubileyinə yığışmışıq. Çox gözəldir ki, burada ictimaiyyət var, burada xanəndələr var. Hacı Əzizxanı təbrik edirik, ona uzun ömür arzuluyuruq, ona can sağlıq arzuluyuruq. Mənim babam həkimdir, mən onun yadigarı, o elin oğludur, tarixə düşüb adı. Mənim babam gözəl insan, sevimlidir, mehribandır, 100 il, 1000 il yaşayasan, desəm ona yenə azdır. Bir insan ədalətli, öz xalqına sədaqətli, kömək edər, əl uzadar, dara düşsə bir cada. Bax, belə bir ömür yaşar, mənim məğrur əziz babam. Babam gəlir maşında, uxanı babam başında. Babamın yeri hərədir, ürəyimizin başında. Doyumsuz, hələ eşkində gələrsən. Zülüm onlar, qeybət eləməli, əzimi sağ, Onun uzun illər boyu həm tibbdə, həm də cəmiyyətdə göstərdiyi xidmətlər xüsusi minnətdarlıqla qeyd olunub. Çünki Hacı Əzizxan təkcə xəstələri sağaldan həkim deyil, həm də qəlbləri isidən, könülləri barışdıran, kəndin sabitliyinə ağıl və sözlə xidmət edən şəxsiyyətdir. Bu doğma günündə Hacı Əzizxan kişinin ünvanına səslənən bütün arzular bir olub. Allah sizə uzun ömür, can sağlığı, daim ətrafınızda sevən insanlar bəxş etsin. Sizin varlığınız bu elin güvən yeridir. Ad günün mübarək
mübarək əziz Hacı Əzizxan Çuxuryurd sizinlə fəxr edir.